Hoş gördük değerli izleyicilerimiz. AHB studiyasında bugün yine de elmdən, təhsildən, ziyadan danışacağıq və bugün ziyalı ışığında bu söhbətimizi sizə təqdim edəcəyik. Bizimlə olun, sizi olduqca maraqlı qonaq və olduqca maraqlı söhbət gözləyir. Əziz izləyicilərimiz, proqramımızın qonağı sizə yaxşı tanış olan hörmətli alimimiz, filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacıdır. Hocam, xoş gəldiniz. Teşekkür ederim Rüfət bəy, dəvətə görə sizə inşallah çalışacağıq ki, maraqlı, gözəl, elmlə, təhsillə bağlı bir veriliş alınsın inşallah. Çox təşəkkürlər. Uzun zaman oldu. Biraz izləyicilərimiz də zaman-zaman bizə yazırdılar ki, Siracəddin bəy görmürük, görmək istəyirik. Əsas odur ki, biz qaldığımız yerdən də davam edirik bugün. Amma izləyicilərimiz üçün də bir anons olsun ki, bugün biz əvvəlcə də qeyd etdiyim ki, elmdən, təhsildən danışacağıq. Və ilk sualımız budur. Nəyə görə? Sizin həm sosial şəbəkədə, istər digər proqramlarda əsas, belə deyək, söykəndiyiniz məqam bundan ibarətdir ki, cəhalətə qarşı ən böyük mübarizə elmli olmaq, təhsilli olmalıdır. Biz bugün bu studiyada Türk dünyasının birliyindən də danışırıq. Hətta Türklüyə gedən yolun belə elmdən, təhsildən, oxumaqdan keçdiyini dilə gətirmişsiniz bir neçə məqamda. Elə isə bundan başlayaq. Niyə oxumalıyıq və nə oxumalıyıq və necə oxumalıyıq? Bəlkə bu sualları cavablayın. Gözəl sual qoydunuz, təşəkkür edirəm və bunu həm də Türk dünyasının problemi kimi qoydunuz. Bu da çox gözəl oldu bəy. Öncə bu cəhalətin tərifini mən vermək istəyirəm ki, cəhalət deyəndə biz nəyi nəzərdə tuturuq? Əlbəttə. Cəhalət sadəcə bilməmək deyildir. Yəni bəzi adamlar belə düşünür ki, cəhalət bir şeyi bilməməkdir. Cəhalət öyrənməyi rədd etməkdir. Yəni bir insan bir şeyi bilməyə bilər, sonra ona çalışar, gedər, oxuyar, özünü təkmilləşdirər, o cahil adam deyildir. Bir də var ki, öyrənməyi rədd edir, intellekti rədd edir, ziyalılığı rədd edir, kitabı rədd edir. Yəni cəhalət kitabın, elmin, təhsilin önəmini qavramayıb onu rədd etməkdir. Biz cahil ona deyirik. Və biz nəyə görə oxumalıyıq? Bax, indi dünyada gedən proseslərə baxaq da, elə bil ki, bir 100 illik başa çatır. Təxminən 100 il bundan qabaq gedən proses fərqli bir biçimdə təkrar olunur. Yəni dünya yenidən dizayn olunur. Dəyişim var, bəy. Bu dəyişim dönəmində iki dənə özəlliyi olur. Bütün dövrlərdə belə olur. Biri budur ki, bu dəyişim dönəmi acı keçir. Bax, bugün acılar var. Ukraynadakı acıları görürsünüz, dünyadakı acıları görürsünüz, Fələstindəki acıları görürsünüz. Eyni zamanda bir özəlliyi də var ki, bu dəyişim dönəmləri, krizis dönəmləri fürsət dönəmləridir. Yəni ağıllı, elmli millətlər odur ki, bu acını, dəyişimi fürsətə çevirirlər. Yəni böyümək üçün bir fürsət görürlər. Məsələn, mənə görə Türk dünyası, Türk anlayışı, Türklük anlayışı, Turan fikrinin mərkəzə gəlməsi üçün böyük, inanılmaz bir fürsət ortaya çıxıb. Bizim fərasətimiz bu olacaq ki, biz bu doğru dəyişimi doğru dəyərləndirəcək, yoxsa yox. Tarixdə bizim yerimiz nə olacaq? Biz kim olacağıq? Biz Rus imperatorluğunun təsirindən çıxıb Amerika imperatorluğunun təsiri altında olan bir millət mi olacağıq? Yeni bir köləlik mi qəbul edəcəyik? Onların yedəyində mi gedəcəyik? Yoxsa öz böyük bir coğrafiyası, mədəniyyəti, siyasi, dili, ədəbiyyatı, tarixi, siyasi, hərbi, iqtisadi gücü olan bir qurum mu yaradacağıq? Millət olaraq bizim iddiamız var, yoxsa yox? Əgər millət olaraq iddiamız varsa, bu dəyişimi biz fürsətə çevirmək istəyiriksə, yeni bir dünya qurmaq istəyiriksə ki, bizim də bu dünyada adımız var, sanımız var, tariximiz var. Biz də bu dünyada müəyyən ölçüdə, gücümüz ölçüdə söz sahibiyik. Onun əsas odur ki, biz öncə bəy, deməli, tariximizlə üzləşməliyik. Hər dəyişim bir millət və bir fərd istəyirsə ki, dəyişsin, öncə üzləşməlidir. Məsələn, bizim bir millət olaraq qüsurumuzun biri budur ki, biz tariximizi həmişə bütləşdiririk. Çox doğru. İndi Rüfət bəy, dəyərli Rüfət bəy, biz təkcə mən tarixlə bağlı bir insanı bütləşdirərsinizsə, siz ondan bir xeyir götürə bilməzsiniz, o sizi kör eləyər. Bax, o adam böyük adam olsa belə, nəhəng adam olsa belə də bu belədir. Bir insanı bütləşdirən kimi siz onun köləsi olursunuz. Ondan heç bir şey öyrənin. Onu ancaq təqlid edə bilərsiniz. Onun əmrinə girirsiniz. Bir də var ki, mən deyirəm ki, gəlin bu dəyişim dönəmində bu krizi fürsətə çevirmək üçün tariximizlə, şəxsiyyətimizlə, böyük tariximizlə deyək, üzləşək.
Yəni nə edək? Üzləşmə bu deməkdir. Doğru analiz edək. Bizim qüsurlarımız nə olub, bizim doğrularımız nə olub? Bizim harda yanlışımız var, harda doğrumuz var? Mədəniyyətimizin hansı tərəfi dəyişimə uyğundur? Bu günə gətirmək faydalıdır. Onu gətirək. Hansı qüsurlarımız var da onu səmimi şəkildə analiz. Yəni üzləşəcəyik bəy. Əgər üzləşmək üçün mən belə deyirəm, bizə xüsusən mən ziyalıları nəzərdə tuturam, bir mədəni cəsarətə ehtiyac var. Belə bir ifadə deyirəm. Mədəni cəsarət. Mədəni cəsarət nədir? Populyar olanlara deməkdir. Yəni hamı necə mən deyirəm, hamı nə deyir mən doğru. Palaza bürün edilən sözün olmaz. Necə ki 100 il bundan qabaq, bir əsrdən də öncə Sabir, Əli və Hüseynzadə, Rəsulzadə, bax o yeni diskursu qoydular ortaya. Elə deyilmi? Bəli, onlar palaza bürünüb elinə sürünmədilər. Dedilər ki, milləti oyadacağıq, cəhalətdən qurtaracağıq. Çünki cəhalət bizim geriçilimizə səbəbi deyil. Elmi gətirəcəyik, təhsili gətirəcəyik, milli düşüncəni gətirəcəyik, sağlam dini düşüncəni gətirəcəyik. Bu milləti yenidən inşa edəcəyik. Onlar nə deyirlər? Onlar deyirlər ki, millətə seçiminiz sizi inşa edər. Biz nəyi seçəcəyiksə, bəy, hansı yolu seçəcəyiksə, hansı dəyəri seçəcəyiksə, o dəyərlər bizi inşa edəcək. Seçimimiz bizi inşa edər. 1, 2, əməyimiz bizi inşa edər. Və bunu hər dəfə deyirəm. Baxın, 20-ci əsrdə yaşamış böyük şəxsiyyətlərimizə baxın. Həyatı çilə ilə keçməyən bir dənə adam göstərə bilərsinizmi? Əli bəy Hüseynzadənin həyatına baxın, Mirzə Rəhbər Sabirinin həyatına baxın, Mirzə Cəlilin həyatına baxın, Üzeyir bəyin həyatına baxın, Məhəmməd Əmin Rəsulzadənin həyatına baxın, Əhməd Cavadın çəkdiyi çilələri gözünüzün qabağına gətirin, Hüseyn Cavidin çilələrinə baxın. Nəyə görə belədir? Oyanış, diriliş, milləti oyatmaq iddiası bəy, bədəl istəyir. Qurbanlar istəyir. Qurbanlar istəyir. Vaxtını, zamanını, enerjini, qaynağını ora verəcəksən. Yəni mənim birinci tezisim budur ki, biz bu dəyişimi 100 illik ki, dünyanı əhatə edən böyük bir dəyişim ki gedir. Deyirəm ki, bizim sualı belə qoymalı. Bizim milli idealımız var yoxsa yox? Bizim milli ideyamız nədir? Biz nə istəyirik? Hansı Azərbaycan istəyirik? Hansı Türk dünyası istəyirik? Birinci istədiyimiz şey budur. Məncə hamı da bundan razılaşar. Biz müstəqil olmaq istəyirik. Elə deyilmi? 2, müstəqil dövlətin içərisində ədalətli, azad, hür, insan haqq və hürriyyətlərinə dəyər verən, öz rifahını və təhlükəsizliyini, siyasi, iqtisadi, mədəni təhlükəsini təmin edən bir dövlət istəyirik. Elə deyilmi? Elə bir Türk dünyası istəyirik ki, dünyada söz sahibi olsun. Siyasi gücü olsun, hərbi gücü olsun, mədəni gücü olsun. Elə deyilmi? Təbii ki, bu nəhəng bir coğrafyanı idarə edəcək, biz nəyə ehtiyac var? Bu dediyim idealları qurmaq üçün biz insan yetişdirməliyik. Bu anlayışları daşıyan və söz sahibi olmaq istəyən, millətini irəli aparmaq istəyən insan nə ilə yetişdirəcəyik və elmlə yetişdirəcəyik. İndi bax, bu elmi yetişdirməyində mən mərhələlərini belə deyirəm. Bu uzun bir işdir. Məsələn, Fransızların tarixinə baxsanız, Almanların tarixinə baxsanız, Amerikanların tarixinə baxsanız, bugün onlarda gördüyünüz şərait birdən-bir ortaya çıxıb. Onlar çox ağır bədəllər ödəyiblər, çox ağır günlər yaşayıblar, çox böyük itkilər veriblər, böyük sistemlər dəyişdiriblər. Həddən çox inqilablar eləyiblər. Yəni, gördüyünüz Avropa bugün əslində formlaşmayıb. Gerçəkdən bugün olduqca sivil görünən Avropa bir dəhşətli bir inkvizisiya dönəmindən də keçib. Öyle deyil mi? Haqlısınız. Ona görə biz tariximizlə üzləşəcəyik, milli hədəfimizi müəyyən edəcəyik, biz kimik, nə istəyirik. Asıl onları. Mən belə deyirəm, bizim Azərbaycanın indiki halda ehtiyac olan şey biri budur ki, bizim 3 şeylə bağımız qırılıb. Bu 3 bağı bərpa eləməliyik. Yəni sağlam bağ. Bağ var ha, amma xəstə bağdır. Biz ondan enerji ala bilmirik. Biz Rəsulzadəni günümüzə gətirə bilmirik. Biz Nizamini günümüzə gətirə bilmirik. Biz Füzulini günümüzə gətirə bilmirik. Biz Osmanlı, Səfəviləri, Səlcuqluları, xanlıqları, onların dövründə qoyduğumuz dəyərləri günümüzə gətirə bilmirik. Niyə görə? Ancaq bir dənə işimiz var. Övgüdən ibarət tarix düzəltmişik. Yəni onları analiz edib oradan bir şey öyrənə bilmirik. Ona görə mən deyirəm ki, əgər Azərbaycanı yenidən inşa etmək istəyiriksə, dediyim hədəflərə uyğun bir Azərbaycan istəyiriksə, öncə milli dəyərlərimizdən sağlam bir bağ quracağıq. Sağlam bağın əsası da analitik yanaşmadır. Yəni təhlilə əsasən, analiz əsasən, elmi əsasən, yaxşısını və pisini görərək və seçərək. 2, mən deyirəm ki, Allahla bir sağlam bağımız qopub bizim. Bax, sizi əmin edirəm ki, biz burada dəfələrində verilişlər təşkil etmişik, Rüfət bəy. Bu xəstə din anlayışı var, bu Azərbaycanı məhv edəcək.
Xurafələr, rəvayətlər, nağıllar, ayrı-ayrı dövlətlərin əlində oyuncağa çevrilən, onların buradakı nümayəndələrin ortaya qoyduğu və Azərbaycana, millətə, insana, elmə, təhsilə, mədəniyyətə, inkişafa yönəltməyən xurafələrdən ibarət din anlayışı. Baxın, bunları kənara qoyacağıq. Əgər Azərbaycanı yenidən inşa eləmək istəyiriksə, necə qoyaq kənara? Birinci, Quranı gətirəcəyik. Allahla sağlam dini əlaqənin yolu tövhid inancıdır. Bundan ötürü nə lazımdır? Siyasi iradə mi? Bunun ötürü siyasi iradə lazımdır. Güclü institutlar lazımdır. Yəni institut deyəndə mən universitet nəzərdə tutmuram. Sosial institutlar nəzərdə tuturam. Qeyri-hökumət təşkilatını nəzərdə tuturam. Akademiyaları nəzərdə tuturam. Ziyalıları nəzərdə tuturam. Mətbuatı nəzərdə tuturam. Televiziyaları nəzərdə tuturam. Bunlar hamısı bir şey anlamalılar ki, bu xurafələr, bu geriçilik, bu yalan, bu nağıl, bu rəvayət Azərbaycan xalqının milli təhlükəsizlik məsələsidir. Onun inkişafına böyük zərər vurur. Mətbuatın işi nədir? Ziyalıların işi nədir? Bu elmin təhsilin işi nədir? Millətə deməlidir ki, baxın, bax mən hər zaman belə deyirəm də qardaş, hər şeyin bir standartı varmı? Yağın, ətin, südün, qaymağın bir standartı var, yoxsa yoxdur? Şeirin, qəzəlin, ədəbiyyatın, siyasətin bir standartı var, yoxsa yoxdur? Peki bu dinin standartı nədir? Dinin standartı Qurandır. Baxın, Quranın gəlməsinə razı deyirlər. Çünki Quran gələndə standart gələcək, gerçək din gələcək, gerçək Allahı tanıyacaqsan. Görəcəksən ki, Allah insandan, baxın, bir fikir verin də Rüsbət bəy. Allah insana bir din göndərir, adını İslam qoyur, yəni barış qoyur. Allah insanlığa bir kitab göndərir, adını Quran qoyur. Nədən minlərlə sözün içindən Quranı seçib? Oxumaq, elmlə, təhsillə bağlı bir söz seçib. Allah insanlığa bir kitab göndərib, onun ilk əmri oxudu. Sən Quranı gətirib gözəlcə insanlara, mən demirəm, hamısı dindar olsun. Dindar olmaq ya olmamaq, bəy. O fərdin, şəxsin özünün seçdiyi bir qərardır. Ondan danışmıram. Mən deyirəm ki, amma bu cəmiyyətin, bir toplumun bütün dünyada belədir. Bir dinə də ehtiyacı var. Əgər dinə ehtiyacı varsa, bir maddi qida, su, ət, yağ, düyü nə qədər sağlamdırsa və bunların sağlam olması sənin bədəni ehtiyaclarına uyğundursa, sənin sağlamlığını qoruyursa, eyni zamanda bir millətin fikri sağlamlığına ehtiyac var. İdeoloji sağlamlığına ehtiyac var. Dini sağlamlığına ehtiyac var. Xurafə bir zəhərdir. Rəvayət bir zəhərdir. Ya da ki, milli tariximizi, türklüyümüzü, kimliyimizi yalanlarla, dolanlarla üfürərək hər şey əla olub, dünyanı biz idarələmişik. Dünyada bütün xalqlar türkdən törüyüb demək kimi bir də cəfəngiyyəti gətirməyək də, bura deyirəm. Seçək yəni. Bax, orada yalan deyilən nədir? Bax, türkün tarixi ilə bağlı. Yəni, dünyadakı bütün xalqlar türklərdən məmələ gəlib. Əlbəttə ki. Dünyadakı ən böyük imperatorları biz mi qurmuşuq? Ərazisinə baxsanız, dünyadakı ən böyük imperatorları biz mi qurmuşuq? Biz həmişə qalib mi gəlmişik? Heç Ruslara məğlub olmamışıq. Bütün Osmanlıda, Səlcuqlularda, Səfəvilərdə, Ağqoyunlarda hər şey əla idi. İnsan haqq və hürriyyəti, elmi müəssisələr coşub daşırdı. Elədir. Ya qüsurlarımız var, onlara deyirəm, görək, bəy. Yəni belə, biz necədir? Bayaq dedim, bütləşdirmək xəstəlikdir. Bax, dində də bu belədir. Adamları bütləşdirirlər, əstəğfurullah, Allahın yerinə qoyurlar, qüsursuz göstərirlər. Sən qüsursuz insandan necə öyrənə bilərsən? Sən necə ondan bir şey öyrənə bilərsən? Yəni, bu üç bağı bərpa eləyəcək. Bəy, bağların ikisini dedim. Bir, milli dəyərlərimizdən sağlam, elmi, analitik, elmə, analizə, araşdırmaya əsaslanan bağ quracağıq ki, ondan enerji ala bilək. Elə bir ki, orada bir nəhəng xəzinə var, biz oraya qoşula bilmirik. Çünki onların kodu ilə bizim kodumuz uyğun deyil. Biz dəyişmişik, biz Sovet adamıyıq. İki, Allahla sağlam bağ quracağıq, tövhid inancını gətirəcəyik, ədaləti gətirəcəyik, mərhəməti gətirəcəyik. Dinin əsası namaz deyildir. Dinin əsası ədalətdir. Dinin əsası mərhəmətdir. Dinin əsası insan haqq və hürriyyətləridir. Dinin əsası tövhiddir. Sən xeyri, bərəkəti təbliğ edən bir Quran-ı kitabı gətir, bu millətə tanıt, o bütün xurafələr gedəcək. Gerçək, sağlam. Məsələn, Azərbaycan tarixi var, 7 cild açılır. Orada bir dənə tənqid görməzsin. Ədəbiyyat tariximiz var, 10 cilddir. Bəy, 10 cild çapı. Orada bir dənə tənqid, məsələn, Nizamiyə tənqid görməzsən. Füzuliyyət bir dənə tənqid yoxdur. Vaqifə aid bir dənə tənqid yoxdur. Sabirə aid bir dənə tənqid yoxdur. Yəni, belə baxırsan ki, ədəbiyyatda hər şey əlaymış. Tarixə baxırsan 7 cilddir. Hamısı tərifdən ibarətdir. Elə tarix olur. Üçüncü əlaqəmizdə, bəy, qurmaq üçün. Biz dünya ilə sağlam bağ quracağıq. Milli dəyərlərimizlə bağ quracağıq, milli kimliyimizi, dilimizi qoruyacağıq, saxlayacağıq. Baxın. Bax, sizə bir dənə də şey deyim, bu təhlükəni mən göstərmək üçün deyirəm. Əgər biz bu dünyada gedən dəyişimdən ayaqlaşmasaq, əgər elmi təsiri ölkəmizə gətirməsək, yenidən bir
bu dövrün tələblərinə uyğun bir millət və insan inşa etməsək, bəy, biz yox olacağıq. Dilimiz də yox olacaq. Dilimiz yox olacaq deyərkən, bəy, mən Azərbaycan dilində heç danışan adam olmayacaq demək istəmirəm. Bax, bunu demək istəyirəm. Bir dil, mədəniyyət, elm, təhsil ortaya qoya bilmirsə, o dil məhəllə dilidir. Azərbaycan bizim türk dilimizdə danışan olacaq. Bir dövlət və bir xalq dünyada mədəniyyəti ilə, musiqisi ilə, ədəbiyyatı ilə, sənəti ilə, rəssamlığı ilə, mərhəməti ilə, ədaləti ilə, elmdə, texnologiyada ortaya qoyduğu dəyərlərlə bu dünyada bir yeri yoxdursa, o yox hökmündədir. O, yadımdadırsa Rəsulzadə millətləri iki yerə bölür. Bir deyir, istehsal edən millətlər var. Bəli, bəli. Fikir istehsal edirlər, ədəbiyyat istehsal edirlər. Fikir, düşüncə, sənət, rəssamlıq, musiqi, dünyanın bütün o sahədəki hökm onların əlindədir. Bir də deyir, istifadəçi millətlər. Məsrəf edirlər. Məsrəf edənlər. Biz indi məsrəf, bu dəyişim dönəmində yenə məsrəf olan, o edən, ancaq istifadəçi, başqalarının istifadəçinin alıcısı durumunda olan millət mi istəyirik? Yoxsa 250 milyonluq, 300 milyonluq əhalisi olan böyük bir dövlət mi istəyirik? Əlbəttə birincisi. Amma onun da yolu nədir? Onun da yolu elm gətirmək. Bugün birinci yerdə elm və təhsil. Bunu hardan başlayacaq? Ailədən başlayacaq. Ailənin mən əsaslarına bunlara qoyuram. Ən qısa şəkildə dedim. Birinci örnəklikdir. Hər valideyn övladının örnəyidir. Tərbiyənin əsası söz deyil, örnəklikdir. Sizin qızınız görsə ki, Rüfə, atam kitab oxuyur, atam doğru danışır, atam ədalətlidir, atam mərhəmətlidir, atam anama çox gözəl davranır, atam valideynlərinə hörmət eləyir, atam vətənpərvərdir. Mən sizin evə gedəndə evin qarşısında bayraqlar görürdüm. Mənə belə inanılmaz gəlirdi. Yəni, neçə adamın həyatına gedəndə Azərbaycanın və Türkiyənin bayraqlarını görürük orada. Yəni, bu sizin balaca uşağınıza bu bayraqdır, bunu sevdirməyə gərək yox. Çünki görür ki, atası, nənəsi, babası milli ruhlu adamdır, bayraq sevgisi var, insan sevgisi var, Allah sevgisi var, böyüyə kiçiyə hörmət var. Bizim evimizdə kitab oxuyurlar, bizim evimizdə ədalətdən danışırlar, bizim evimizdə danışırlar. Mənim atam, anama çox hörmətlə yanaşır. Tərbiyənin əsası örnəkdir. 2. Övladlarımıza seçim haqqı verəcəyik. Baxın, bu Avropalıların inkişafının əsasının biri budur ki, bunlar kiçiklikdən başlayaraq, bunlar kiçikdən başlayaraq uşaqlarına seçim haqqı verirlər. Yəni, nəyi uşaq edə bilərsə onun üzərinə qoyurlar. Seçim haqqı nə gətirir? Bax, üçüncü şeyi gətirir, məsuliyyət gətirir. Bir uşağa, bir insana və bir millətə seçim haqqı verməsəniz, əsla o millətdə, o evdə, o ailədə, o uşaqda məsuliyyət olmaz. Baxın, örnək. Çox şey demirəm ki, gözəl insandır. Çox mu şey deyirəm? 3 şey deyirəm də, edə bilərəkmi? Bax, mən müəllim kimi deyirəm bunu sizə. Edin, xeyrində görün. Millət olaraq xeyrin görün. Övladlarınıza seçim haqqı verin. Övladlarınıza örnək olun. Baxın, oxuyun deməyin, oxuyun özünüz. Özünüz siqaret çəkib, uşağınıza siqaretin zərərindən danışırsa, bunun faydası olmaz. Özünüz ədalətdən, mərhəmətdən, insanlıqdan danışıb, ailə üzərinizə zülm edirsinizsə, belə tərbiyə olmur. 3. Uşağa seçim haqqı verəcəyik. 4. Bu arxasıca məsuliyyət gətirəcəyik. Yəni, bir milləti inşa etmək üçün bu ailədən bunu başlayacaq. Bax, məktəbə nə deyirəm, məktəbdən əsasları nədir mənə görə? Birinci, əgər bayaqdan sizinlə müzakirə etdiyimiz dəyərləri daşımasını istəyiriksə millətimizin, elə bir nəsil yetişdirmək istəyirsə, məktəblərdə sorğu-sual eləyən bir nəsil yetişdirməliyik. İtaət kültürü olmaz. Sorğu-sual üsyan deyil. Gözəl valideyn. Sayğı çərçivəsində. Sorğu-sual öyrənmə metodudur. Bax, bu yaxı gətirdim ora. Biz niyə görə sorğulaya bilmirik? Çünki ailədə sorğulama yoxdur. Sorğulayanı sustururlar. Sorğulayana cəza verirlər. Sorğulayanı həbs edirlər. Sorğulayanı tuturlar. Belə bir ailədə, belə bir cəmiyyətdə azad fikir olar səncə? Şübhə artarsa həp yəqin artar, mərifət nuru şübhədən parlar. Buyur. Baxın, nə deyirəm valideynlər? Birinci ailədə və məktəbdə uşaqlarımızın hər şeyi sorğulamasına diqqət edin. Təşviq edəcəyik. Sorğulama üsyan deyildir deyiləm. Sorğulama öyrənmə metodudur. Uşağın dediyi hər şeydir. Uşağınızı məcbur etməyəcəksiniz. Baxın, inandıracaqsınız. Deyirəm ki, məcburiyyət metodunu kənara qoyaq, əgər yenidən inşa olmaq istəyirsə, inandırma metodunu gətirək. Nəyə görə bu şey doğrudur ya da nəyə görə bu şey yanlışsa dəlillərimizlə danışaq. Uşaqlarımızı da dəlillə danışmaq öyrədək. Bizim xalq reaksiya verməyi bacarır, cavab verməyi bacarmır, Bax, bunun altına xət çəkirəm. Bir şey deyirsən, deyir, yox istəmirəm, o pisdir. Bu cavab deyil ki, bu reaksiyadır.
Sosial medyaya baxın, bax, iftiralarla doludur. Hamısı reaksiyadır, cavab deyil. Agresiya. Cavab budur ki, nəyi niyə istəmədiyini dəlilini göstərməlisən. Nəyi niyə doğru saydığının dəlilini göstərməlisən. Rüfət bəyin yazdığı bir statusu bəyənmirsənsə, yazmalısan ki, dəyərli Rüfət bəy, əziyyət çəkmisən, əllərinə sağlıq, gözəl bir status yazmısan. Amma bu dəlillərə görə verdiyin bu şeylər doğru deyil. Məncə bu dəlillərə görə mənim dediyim daha doğrudur. Baxın, müzakirə kültürü gətiririk evimizə, məktəbimizə, sosial mediamıza. Bu sosial medyanın imkanlarını səncə Azərbaycanın bax bu qədər ziyalısı var da, bu qədər alimi var, deyil mi? Bu qədər jurnalisti var. Bir məktəbə, milləti tərbiyə etmək üçün bir məktəbə çevirmə imkanımız var, yoxdur? Əlbəttə. Bizim əlimizdə də seçimimiz bizi inşa edəcək. Biz bunu dedikoduya çeviririksə bizi inşa etməz bu. Ona görə məktəbimizə, ailəmizə sorğulama gətirəcəyik. Sorğulamanın da tərifini demiş olduq. Üsyan deyil, öyrənmə metodu. 2, baxın. Biz insanlara mətin uşaqlara orta məktəbdə mətni analiz etməyi öyrədəcəyik. Bizim xalq düşünə bilmir və bir mətin necə analiz olunmalıdır? Bir mətin necə oxunmalıdır? Bilirsiniz niyə görə belədir bu? Çünki bizim uşaqların, baxın, bizim uşaqların, mən sizə belə deyim də, İngilislərin orta məktəb dərsliklərində olan sözlərin sayı 71 mindir. Türkiyənin bildiyimə görə deyirəm, Azərbaycanda belə bir status qoymadı. Türkiyədə nə qədərdir səncə? 5-6 min. Yaponiyada 40 mindir. Fransada təxminən 45 mindir. Almaniyada da təxminən 45-50 mindir. Yəni, dərsliklərdəki söz həcmi, bazası bu qədərdir. 6-7 yaşında, belə deyək, 5-6 yaşında məktəbə gedən uşaq 5-6 min sözlə məktəbə gedir. Nədən bu fransızlar irəli gedib? Fransızlar bizdən artıq millət mi? Xeyr. Sadəcə onlar o Allahın verdiyi niməti yetişdirirlər. Baxın, söz öyrədirlər. Çox qəribə bir məqama toxunursunuz. Bəzən toplum içərisində sən danışanda biraz fərqli terminlərdən istifadə edirsən, dərhal diqqət cəlb edir. Bizim cəmiyyətdə siz deyirsiniz Türkiyədə 7 min civarı. 5-7 min. Mən düşünürəm ki, bizim toplum 1000 sözlə istifadə eləmir. Cəmi 1000 sözdən. Yəni toplumda ən böyük problemlərdən biri də söz ehtiyatının yoxsa o da təbii ki, təhsilə, elmə bağlıdır. Bəli. Söz ehtiyatı olmamaq bilirsən nə deməkdir? Söz ehtiyatı arxanca bunu gətirir. Danışa bilmirik. Fikrimizi ifadə edə bilmirik. Bundan da bitmir. Güvən formalaşmır. Çünki bir insan, bax, 3-cü maddə onu yazmışam. Biz uşaqlarımıza gözəl, mənim əlimdə imkan olsaydı, orta məktəblərdəki 1 nömrəli dərs gözəl danışma dərsi qoyuram. Bəli. Gözəl danışmanın əsasının biri söz bazasıdır. Əgər burada nə qədər sözünüz çoxdursa, elə bil ki, bazara getmişsiniz də, yaxşı bazarlıq eləmək üçün yaxşı pulun olmalıdır. İstəyirsən ki, gözəl nimətlər alasan, belə bahalı, qəşəng, dəyərli, keyfiyyətli olsun ki, bədəninə rahat gedirsin, sənə hüzur versin də, nə üçün yaşayırsan, doğru deyilmi? Bəlkə insan da belədir, insanın da elə bil ki, düşüncəsinin belə deyək, parası sözlərdir. Burada nə qədər söz varsa, millət olaraq, insan olaraq biz o qədər düşünürük. Bizim insanlar təxminən, mənim hesablamama görə 1000 sözdən istifadə edirlər. O da gündəlik sözlər də. 4. Terminlər öyrədəcəyik. Baxın, türklər kavram deyir. Kavramı olmayan, termin olan, anlayışı olmayan millət böyük millət ola bilməz. Fəlsəfiyə aid terminlər gətirəcəyik, özü də türkçəsini. Ədəbiyyata aid terminlərə gətirəcəyik, türkçəsini. Riyaziyyata aid, kimya aid, biologiya aid. Yəni, terminlərlə düşünə bilən və mətni analiz edən bir nəsil lazımdır. Yəni, sorğulayan nəsil, çox söz ehtiyatı olan nəsil, gözəl nitq qabiliyyəti olan nəsil, gözəl nitq qabiliyyəti. Gözəl nitq qabiliyyəti sonra nə gətirir? Güvən gətirir. Baxın, mən sizə bir şey deyim də, bizim cəmiyyətdəki aqressivliyin səbəbinin biri də az söz bilməyimizdir. Əlbəttə. Çünki mən Rüfətə qarşı, Rüfət bəyə qarşı fikrimi ifadə edə bilməyən də aqressivləşirəm, yumruğa keçirəm. Orada bir 5-6 söz ehtiyatı olsa, məsələ sülh yolu ilə həll oluna bilər. Bəli. Sözlə. Daha rahat bir üslub seçərəm. Bax, üslubumuz nəyə görə kobuddur? Çünki sözümüz yoxdur. O sözü istifadə edə bilmirik. Onu harada öyrədəcəyik? Ailədə, məktəbdə gətirəcəyik. 5B. Məktəbdə fərqlilik Allahın ayəsidir. Fərqlilik, nimətdə anlayışı məktəbə gətirəcəyik. Rüfət məndən fərqli mi düşünür? Allaha şükür olsun ki, Rüfət məndən fərqli düşünür. Mənə desəniz ki, hər kəsin sizin kimi olmasını istərdiniz, mən deyərdim ki, estağfurullah. Aman, hər kəs mənim kimi olmasın. Hər kəs mənim kimi olsa, bu cəmiyyətdə, bu dünyada yaşamaq olmaz.
Rengarenklik. Bakın Allah fərqlilik buyurur ki, gözəl. fərqlilik Allahın ayəsidir. Allah buyurur ki, sizi fərqli-fərqli yarattım ki, bir-birinizi tanıyasınız. Fərqlilik zənginlikdir. Özü də bu Azərbaycan xalqının, belə deyirəm, bax manşet cümlə söyləyirəm. Azərbaycan xalqının dünya xalqlarından fərqli cəhətinin biri budur ki, Azərbaycan bir mozaikadır. Biz o fərqliliyi, zənginliyi fürsətə çevirməliyik. Baxın bəy, fikir verin. Görün hansı dünya xalqında bu var. Nə qədər zənginlik qaynağımız var, onu söyləmək istəyirəm. Yəni potensialımızı da göstərirəm. Baxın, bizdə muğamda var, cazda var, sazda var. Zənginlik deyil. Saz mı xoşlayırsan? Buyur, aşıq ədalət. Muğam mı xoşlayırsan? Buyur, Alim bəy dillə. Tamam mı? Nədir? Ondan rap mi xoşlayırsan? Caz mı xoşlayırsan? Vaqif rəhmətli Vaqif Mustafazadəyə qulaq. Onun məktəbi var təbii ki. Hecə də var, əruz da var, sərbəst də var bəy. Ana dilli ədəbiyyatımız da var, ərəb dilli ədəbiyyatımız da var, fars dilli ədəbiyyatımız da var. Bunları bəziləri bədbəxtçiliyə hesab edir. Ay qardaş, bunlar zənginlikdir. Füzuli 500 min sözlə düşünür, bəy. Üst dili hesablasaq. Hesablasaq deyim də belə sizə, ərəbcə bilib demirəm. Ərəbcə şeir və elmi əsər yazmaq, Mətləül Etiqadı ərəbcə yazıb. Yəni Füzuli ərəbcə elmi əsər yazan, ərəbcə qəsidə şeir yaza biləcək səviyyədə dillər bilir. 500 min söz var beyində. 500 min əlaqə deməkdir. Dünya 500 min pəncərə deməkdir. Sənin beyində 2000 söz var. Sən haranı görürsən? Sən körsən. Sən mağarada yaşayırsan. Xəbərin yoxdur. Bax, hətta 20-ci əsrin əvvəlinə gəlin. Bəy, bizim bir dilli mənə bir dənə sənətkar göstərə bilməz. Çox doğru. Əli bəy Hüseynzadə farsça bilir. Baxın, əsərlərini açın. Öncə Səid Şirazdan farsça beyit verir, sonra tərcümə eləyir. Əli bəy Hüseynzadə Quranı gözəl bilir. Əli bəy Hüseynzadə ərəbcə bilir. Əli bəy Hüseynzadə Osmanlı türkçəsini bilir. Əli bəy Hüseynzadə ortaq türk dili uğrunda mücadilə edir. O doğrudur, yanlışdır, başqa şeydir. Amma baxın, rusca bilir, fransızca bilir. Həkimdir, tibbi terminologiyanı bilir. Baxın, Nermanov, Mirzə Cəlil, Qore'də rusca oxuyublar. Üzeyir Hacıbəylinin ana dili təhsili ruscadır. Bir dilli sənətkar göstərə bilməz. Hələ ali təhsil olmayan Rəsulzadə neçə dil bilirdi? Bəli. Rəsulzadə farsça. Mükəmməl bilirdi, doğru. Baxın, mükəmməl bu səviyyədə bilirdi. Nizamini farsça oxuyub təhlil edib. Çox gözəl təhlil edib. Son 100 ilin Nizami ilə bağlı yazdığı şedevri onun yazdığıdır. Böyük Azərbaycan şairi Nizami. Bəli. Hər kəsin onu oxumasını, baxın nə qədər. Farsça, universitetdə farsça dərs deyib. Ərəbcəsi Quran ayələri verib. Deyir ki, Ramazan gecələrində onun atası bilirsiniz də axundur deyir. Səhərə qədər deyir Quran oxuyardı, Quran bir hissəsini əzbərləyərdik deyir yəni. Baxın, ərəbcə var, rusca var, farsça var, bəzilərinin fransızcası var, almancası var, Əli bəy Hüseynzadənin 5-6 dili var yəni. Əlbəttə. Yəni nə demək istəyirəm? Bizim orta məktəbə gətirəcəyimiz şeyin biri də çox dillilikdir. Təhsilimiz %100 türk dilində olmalıdır. Mən bunun qəti tərəfdarıyam yəni. Amma onun üzərinə dillər qoymalıyıq. Niyə görə? Bayaq 3 əlaqə dedim. Milli dəyərlərimizlə əlaqə quracağıq. Allahla doğru sağlam tövhid inancına, Qurana bağlı əlaqə quracağıq. Eyni zamanda dünya ilə bağlı əlaqə quracağıq. Dünya ilə bağlı biz necə əlaqə quracağıq? Dünyanın dilini öyrənəcəyik. Dil ehtiyacımız var bizim Azərbaycanda. Bax, Azərbaycanın zənginliyini dedim. Nə dedim bəy? Dedim ki, farsça da var, ərəbcə də var, türkçə də var. Muğam da var, caz da var, ondan sonra saz da var. Hecə də var, əruz da var, qoşma da var, gəraylı da var, qəsidə də var, qəzəl də var. Roman da var, povest da var, hekayə də var, şeir də var, poema da var. Elə mətbəximiz də. Baxın, tipologiyamızda neçə şey birləşib, türklük birləşib, İranın bir əlamətləri var bizdə, Rusiyadan bir şeylər götürmüşük, Avropadan bir şeylər götürmüşük, amma onu içimizdə həzmli bir şey düzəltmişik. Əgər Azərbaycan böyüyəcəksə, bəlkə böyüyəcək, mən buna %100 əminəm, biraz gec ola bilər, biraz tez ola bilər, bizdən asılıdır o. Bir işin surətlənməsini istəyirsinizsə, prosesdə iştirak etməniz lazımdır. Nə qədər seyirci qalacaqsınızsa milli, mədəni, siyasi məsələlərinizə işlər o qədər gec baş tutacaq. Baxın, Üzeyir bəyi, Əli bəy Hüseynzadəni, Əhməd Ağaoğlunu, Məhəmməd Əmin Rəsulzadəni böyük eləyən sadəcə onların gözəl insanlar. Bura diqqət edin, təsiri deyildir. Onların Allahın verdiyi nimət deyildir. Baxın, onlar, diqqətimi edin burasına, onlar milli mücadilənin içinə giriblər. O bilik, dil bilgisi, siyasi bilgi, ağlı, elmi o zaman bir nimətə çevirə biliblər ki, mücadilənin içinə giriblər. Bax, insanı insan edən bildikləri deyil, diqqət etdikləridir. Həm də bildikləri onlara diktə edib ki, bunlar etməlisən. Bəli. Razısınızmı? Şəxsiyyət odur da, bəli. Bəli.
Sadəcə yazırsansa, oturursansa sən yaxşı alim ola bilərsən. Amma sənin şəxsiyyət olman üçün, ziyalı olman üçün baxın, diqqət edin. Mən yenə təkrar edirəm. İnsanın insan eləyən bildiyi deyil, etdiyidir. Rəsulzadəni rəsul eləyən mücadilənin içinə girməsidir. Əli bəy Hüseynzadə sadəcə bir həkim olsaydı, xəstələri müalicə etsəydi, gözəl bir insan kimi tariximizdə qalardı. Onu kimsə tanımazdı. Amma Əli bəy Hüseynzadə həkim kimi yox, siyasi, ideoloji fikir adamı kimi mücadilənin içinə girib. Əli bəy Hüseynzadə mücadiləni böyüdüb, mücadilə də Əli bəy böyüdüb. Ona görə biz fərqliliyin nemət olduğunu, fərqlilik Azərbaycanın gücüdür. Tolerantlıq Azərbaycanın gücüdür. Hətta məzhəblərin olması Azərbaycanın gücüdür. Güc onda olacaq ki, biz bu məzhəbləri savaşa, ayrılığa, təfriqiyə, bölünməyə, sən məndən deyilsən, sənə küfrə, təkfirə deyil, buna gücü kim baxacaq, zənginlik kim baxacaq, neymət kim baxacaq. Ya Azərbaycanın sünnisi də var, şiəsi də var, sələfisi də var, olsun. Amma bunların ortağa gətirsək, bir gücə çevirsək neymət olacaq. Baxın, ona görə məktəbimizdə fərqli eləyəcək, sonra yazı mədəniyyəti formalaşdıracaq. Bizim millət yaza bilmir, bəy. Yazmaq deyəndə mən müəllim kimi hiss edirəm. Uşaqların ən çox sevmədiyi müəllim yazmağı təşviq edən müəllimdir. Baxın, yazı nə deməkdir? Yazı güvən deməkdir. Yazarkən öyrənmə metodunun ən gözəli yazmaqdır. Hətta içinizdə aqressiv duyğular varsa, onu da yenə bir müəllim kimi deyirəm. O aqressiv duyğulardan qurtarmağın yolunun biri, o sizi aqressiv edən duyğu və düşüncələr var. Lütfən bir kağız qoyun qabağınıza, onları yazın. Ondan biz çıxıb gedəcək yəni. Yazı mədəniyyəti düşünmə öyrədir. Yazı mədəniyyəti əlaqə qurma öyrədir. Biz inşa yaza formalaşmışıq da. İnşa, imla, ifadə. Şübhəsiz. Amma inşa biraz daha yaradıcıdır. Biri var imlanı deyə yazasan, biri də var ki özündən yazasan. İndi orta məktəblərdə inşa yazısı var. İnşa yoxdur, ifadə də yoxdur, imla da yoxdur. Allah. Test var. Baxın, mən sizə bir şey deyim. Buradan bunu bir manşet cümlə kimi deyirəm. Bu əziz Rüfət qardaşıma deyirəm, amma onun vasitəsilə hamınıza demiş olurum. Manşet cümlə deyirəm. Uzun, diqqət edin burasına lütfən. Müəllim kimi deyirəm. Sizi çox sevən bir insan kimi deyirəm. Uzun mətn oxumayan adam, uzun mətn oxumaq istəməyən adamın ağlı inkişaf etməz. Bu relistlər var ya, girirsiniz telefonda, getdiyə, bax onlar sizi ancaq çürüdər. Baxın, diqqət edin nə deyirəm. Müəllim danışır sizlə. Deyirəm ki, uzun mətn oxumayan, baxın, oxumaq da bilirsiniz nədir? Vərəqləri çevirmək deyil, oxumaq hər sözün üzərində düşünmək deməkdir. Hər sözün haqqını vermək deməkdir. Rüfət bəy, uzun mətn oxumayan millət böyüməz. Uzun mətni anlamayan millət böyüməz. Balaca belə tweetlərlə millət olmaz. Milli fikir olmaz, fəlsəfi fikir olmaz, metafizik fikir olmaz. Biz uzun mətnlərlə, səbirli, bax, yazmaq bilsin nə öyrədir insana? Səbir öyrədir. Doğru. Səbir öyrədir. Beyindəki kanalların sayını çoxaldır. Düşünmə imkanını artırır. Özünü ifadə gücü verir. Baxın, bizim uşaqlara bir mikrofon uzanında qaçıramız. Çünki güvən yox, öyrətməmişik, fərqlidir, söz bilmir, özünə güvənmədiyinə görə özünü ifadə edəmir, yazmaq istəmir. Bax, mən oxuduğum kitab, hər gün 40 səhifə kitab oxuyuram, Rüfət bəy, üzr istəyirəm. Hər gün. Evimdə cildlərlə oxuduğum kitablardan bir dəfə imkan olsa bura gətirib göstərərəm. Götürdüyüm qeydlər var. Baxın, mən Rüfət bəydən bu tapşırıq almışam, dərsimi necə hazırlaşmışam, görürsünüz. 15 səhifə qeyd götürmüşəm. Gedəcəm, oturacam, ağlıma gələn danışacam deməmişəm. Baxın, 15 səhifədir. İndi nə qədərini deyə bilərəm, bilmirəm, amma bax, 15 səhifə qeyd götürmüşəm. Ki, adam məni millətin qarşısına çıxarır, mən məsuliyyətimi dərk edib, onlara xeyri söz deməliyəm. Sonra bəy, bir də əgər vaxtımız varsa, bir 5 dəqiqədə sizdən vaxt istəyirəm. Əlbəttə, buyurun. Elm harda yuva qurar? Hansı insanda, bax, öncə bunu Azərbaycan xalqına demək istəyirəm ki, bəy, elm çox bahalı bir şeydir. Çox qiymətli bir şeydir və çox nazlı bir şeydir. Əmək, zaman, qaynaq ayırmazsan, gəlməz sizə. Niyə qaçıb fransızlara? Çünki fransızlar, baxın, əmək, qaynaq, zaman ayırırlar ona. Çünki onun, bax, bugün bir şey deyim sizə, bugün həm də elmi şərə çeviriblər. Elm bugün başqa millətləri istismar alətidir.
F-16 onlarda, F-35 onlarda, ən müasir silahlar onlarda, ən müasir imkanlar onlarda, ən müasir silahlar onlarda. Və səni, məni, bizi məcbur edir ki, mənə itaət edəcəksin. Elmin gücü ilə eləyir də bunun. Bax, Türkiyə parasını da verib 3 ildir. F-35 ala bilmir. Vermirlər Türkiyəyə. Mən deyirəm ki, elə oğullar və qızlar yetişdirməliyik ki, öz motorunu özü istehsal eləyən, öz təyyarəsini özü istehsal eləyən, öz dərmanlarını özü istehsal eləyən, öz mədəniyyətini, musiqisini, dünya çapında futbolunu, sənətini, rəssamlığını ortaya qoyan hamısı bir markadır, hamısı bir brenddir. Millət sadəcə, necə deyim, siyasi sözü ilə tanınmır ki, millət həm də futbolu ilə tanınır, rəsmi ilə tanınır, ədəbiyyatı ilə tanınır, tarixi ilə tanınır, dərmanı ilə tanınır, basketbolu ilə tanınır. Hər şey bir yerdə milləti inşa edir. İndi bax, bu nazlı və çox bahalı olan elm harada ola bilər? Necə eləyək ki, Azərbaycana da elm gəlsin? Çünki yenə təkrar edirəm, elm gəlməzsə biz yox olacağıq. Bunu təkrar edirəm. Yox olmaq o demək deyil, biz olmayacağıq. Baxın, dünyada sözünüz yoxdursa, diliniz, mədəniyyətiniz, elm, texnologiya ortaya qoya bilmirsə, sizin diliniz məhlə dil olacaq. Burada bir vergül qoyaq. Elm gəlsə deyirik. Ümumiyyətlə bizdə elm olmayıb mı? Yox, elm var. Bəs mən dedim, milli irsimizdən bağ quracağıq. Aha, tamam. Öncə oranı söylədim. Yox, izləyicidə bu sual doğa bilər. Ona görə mən istəyirəm bunu açaq. Baxın, bizdə bəy, gözəl bir, belə deyirəm, baxın, dillə bağlı gözəl kitablar var. Baxın, dünyada ən yaxşı siyasətnamələr bizdə yazılıb. Baxın, açın, baxın hamısına. Məsələn, Nizaminin 7 gözəli bir siyasətnamədir. Heç adı da 7 gözəl deyil, Bəhramnamədir. Yəni, bir dövlətə və dövlət, məsələn, Nizami orada nə deyib? İstəyirsən, qısaca söyləyeyim. Bax, birinci, bir dövlət başçısı, yəni bir siyasi xadim necə yetişdirilməlidir, bir açarlarını qoyub. Hə. Və sizə mən, necə deyim, bütün ürəyimlə bu işi bilərək deyirəm ki, dünyanın bugün siyasi xadimlər yetişdirən heç bir universiteti Nizaminin qoyduğu ölçüləri qoymayıb. Baxın, Nizami deyir ki, bir siyasətçinin ilk işinin biri millətə ümid verməkdir. Yəni kök var, cəsarət, qaynaq var. Bəli, bax, sizə onlarla kitab adı çəkə bilərəm ki, siyasətşünaslıqda bir numara. İndi əyri əksiliyi də var, təbii ki, art əksiliyi də olacaq. İqtisadiyyatla bağlı, fəlsəfə ilə bağlı. O qədər fəlsəfi kitablar var ki, o qədər dil fəlsəfəsi var ki, o qədər gözəl şeylər ortaya, matematika ilə bağlı, kimya ilə bağlı, tarixlə bağlı. Biz yox demirik, biz deyirik ki, bu bağı bərpa etmək. Biz köklü millətiyik, bəy. Amerikanın tarixi uzağı 200 ildir. Amerikanın kökü yoxdur. Amerikanı güclü eləyən? Amerikanı güclü eləyən universitetlərdir, təhsildir, təhsil sistemidir, elmdir, texnologiyadır, bəy. Bütün dünyadan ildə 100 min uşaq alır. Harada istedadlı, ağıllı, qabiliyyətli adam var, hamısı buradan yığıb aparırlar. Özünə xidmət edir. Bugün mən sizə bir şey deyim, bax, rəsmi statistika deyirəm. Amerika alimlərinin %55'i Amerikalı, İngilis deyil. İlk 5 ildən sonra Amerika seçicilərinin İngilis seçmənlərinin sayı 50'dən aşağı düşəcək. Yəni bir İngilisin 10 ildən sonra Amerikada prezident olması çox çətin olacaq. Onu gətirib, yerləşdirib, zənginliyi yaradıb, bütün ağıllarda onu inşa edib, ayağa qaldırıb. Amma biz nə eləmişik? Baxın, mən sizə bir şey deyirəm. Bax, bunu da belə necə deyirəm? Tərif kimi demirəm. Bax, 12-ci yüzillikdə mənə Almanların Nizamisi var, 12-ci yüzyıla ait bir Alman şairin adını çəkə bilər misin? Yoxdur. Fransız var mı? Yoxdur. İspan var mı? Yoxdur. Fərabinin adını çəkə bilərsiniz. Onlar da Fərabiyə uyğun bir, Fərabinin dövrünə uyğun, bir Kindinin dövrünə uyğun, onlarda bir filosof mu var, bir şair mi var, bir sənətkar mı var? Yoxdur. Avropanın dirçəlişi aydınlanma hərəkəti ilə başlayır. Burada icazə verin, verilişimizin əvvəlinə qayıdaq. Dəyərli izləyicilər, Siracəddin müəllim dedi ki, tarixi yalnız öymək lazım deyil. Bax, bugün hal-hazırda Siracəddin müəllim tarixi öyür. Yəni, tarix təkcə tənqid edilmək üçün də deyil. Tarix həm öymək olar, həm də tarixdə elə məqamlar olub ki, Bəxtiyar Vahabzadənin o məşhur şeirində deyildiyi kimi, Nadir də Qacar da saraylar aldı, vətən ucalmadı, özü ucaldı, öz doğma xalqını ayağa saldı, şahlar bizim oldu, zəfər özgənin. Bax, bunlar deyilməlidir. Tənqidi prizmadan yanaşanda tarixdəki
yanlışlıqlar bir dərs olaraq, bir ibrət olaraq gələcəkdə təkrarlanmamaq üçün deyilməlidir. 3 ölçü qoyacağıq bəy. Sizin dediyinizə qüvvət olaraq 1. Bütləşdirməyəcəyik. Yalnız övgüdən ibarət tarix yoxdur. 2. Yox saymayacağıq. Biz heç kimi, kökümüz yox, elm yox. 3. Ne deyəcəyik? Əsas ölçünü deyirəm. Seçici yanaşacağıq. Bütləşdirmirik, yox saymırıq, seçirik. Qəşəhlərini, gözəllərini, xeyirlərini gətiririk, yanlışlarını kənara qoyuruq. Deyirik sənə təşəkkür edirik. Sənin dövründə bu dediyin aktual ola bilərdi, bugün bir dəyəri qalmadı. Amma yanlışları da örtbasdır etməyəcək. Əlbəttə. Seçəcəyik bəy. İndi bax, elm necə gələcək? Əlbəttə. Birinci budur, bax. Dedim ki, elm çox bahalı bir şeydir, çox nazlı bir şeydir, çox əmək istəyir, qaynaq istəyir. Bir millət və birinci şərt budur. Bir millət və bir dövlət olaraq qavrayacağıq ki, elmi gətirməsək, texnologiyanı gətirməsək, dirçəliş yoxdur. Yox olacaq. Birinci budur. Və bu anlayış, bu konsepsiya Azərbaycanın milli, dövlətin və millətin milli hədəfi olmalıdır. Yəni mənim imkanım olsaydı ki, Azərbaycan üçün, Azərbaycan dövləti və xalqı üçün bir dənə proqram yaz və Azərbaycanın milli hədəfləri nədir desə, göstər ay müəllim desələr mənə, mən birinci bunu yazaram. Mənim dövlətimin və millətimin bir nömrəli hədəfi elmi bura gətirməkdir. Universiteti bura gətirməkdir. Əgər bu elm ona sevgini görən kimi gəlməyə başlayır. Yəni dövlət və millət olaraq elmə dəyər verən kimi elmin gəlişinin qapısı açılacaq. Birinci şərtimiz budur. 2. Ədalət olmayan yerdə elm olmur. Çox gözəl. Elm deyir ki, mən çox dəyərli bir şeyim, mən ədalət olan yeri sevirəm. 3. Azadlıq, yəni fikir özgürlüyü olmayan yerdə, mən burada həm də alimlərin də fikir özgürlüyünü deyirəm. Bir alim, o biri alimin yazdığının tam əksini yazmaq haqqına sahibdir deyirəm. O da dəlilini ortaya qoyacaqsan, yəni fikri mücadilə olmasa, fikir azadlığı və hürriyyət olmasa, elm gələməz. Elmin böyümə şərtinin birincisi bəlkə də budur. Baxın, 20-ci yüzilin əvvəlində cəmi 20-30 il deyirəm də Rüfət bəy. Nəyə görə bu qədər böyük adamlar ortaya çıxıb? Baxın, çünki bir hürriyyət gəlib. Fikir mücadiləsi olub. Baxın, Turançılar da var, İslamçılar da var, sosialistlər də var, nə bilim, Azərbaycanın fərqli baxış açıqları da var, o baxış açıqlarına görən insanlar da var, o cür partiyalar da var, bir-birindən mücadilə içərisindədirlər. Hər kəs fikrini açıq şəkildə demək üçün qəzeti var, jurnalı var, imkanı var, deyir, danışır, parlamentdə deputat ola bilir. Baxın, bu gedən çaxnaşma, gedən fikir ayrılıqları, gedən mücadilə böyük insanlar ortaya çıxarır. Elm deyir ki, elmi milli siyasətin əsasına qoymasaz gəlməyəcəm. 2. Elm deyir ki, ədalət olmasa gəlməyəcəm. Elm deyir ki, azadlıq yoxsa mən gəlməm. Baxın, Fransada fikir hürriyyəti var. Alimlər, tamamilə fərqli alimlər var. Tamamilə fəlsəfi görüşlər var. Tamamilə fərqli ədəbi cərəyanlar var. Bu rəssamlıqda da belə, deyil mi? 4. Elm çox bahalı şeydir. Deyir, mənə maliyyə ayırın. Yəni, bir alimə 500-600 manat pul verirsiniz, orada elm olmaz. Verəcəksinizsə gələcək sizə. Baxın, sonra nə deyirəm? 5. 6. Çalışqanlıq olacaq. Bizim qüsuru cəhətimizin biri də budur. Biz çalışqan millət deyilik. İçimizdə ayrı-ayrı çalışqan insanlar var. Mən özümü çalışqan hesab edirəm. Amma millət olaraq çalışqan millət deyilik. Niyə görə? Baxın, hədəfimiz yoxdur. Hədəf insanı çalışdırır. Hədəf insanı böyüdür. Hədəf insanı kəşf edir. Hədəf insanın içindəki imkanlar ortaya çıxır. Hədəfi olan insan əsla vaxtını israf eləməz. Hədəfi olan millət və insan saatlarla telefonda oynamaz. Bu ertələyən insanlara mənə deyirlər ki, müəllim, məndə ertələmə xəstəliyi var. Yəni bugün işini sabaha qoyuram. Mənə reseptim var. Deyirəm sənə reseptin bircə dənə. Deyir nədir müəllim? Deyirəm ölümü ciddiyə al. Ha. Anla ki, ölüm hər an gələr. Ölümün yaşı olmaz, cinsi olmaz. Ölümü ciddiyə alan adam zaman israf eləməz. 6. özəlliyi deyirəm, elmin gəlməsi üçün. Dünya ilə bağ quracaq, bəy. Bax, belə necə deyim, nəbzimiz, necə ki, əlinizi nəbzinizə qoyarsınız. Bax, o cür bilməliyik ki, bugün Almaniyada elmi nə yeniliyi oldu? Bura getirməli o dəqiq onu. Fransada nə yeniliyi oldu? Amerikada bugün nə yeniliyi oldu? Yaponlarda nə yeniliyi oldu? Ora tələbələri göndərməliyik, onu öyrənməliyik və gətirməliyik bura. Dünya ilə belə necə deyim, canlı bir əlaqəmiz olmalıdır, canlı. Sonra bax, necə bəy?
universitetlərimizi, məktəblərimizi bayaq saydığım əsaslarda yenidən dizayn eləyəcəyik. Sorğulayan, araşdıran, elmə dəyər verən universitetlər quracağıq, məktəblər quracağıq. Sonra nə edəcəyik bəy? Dünyanın ən böyük deyirəm, kitabxanalardan biz Azərbaycana gətirəcəyik. Quracağıq burada yəni. Kitabxanalarımız var, yox demirəm, amma müasir dövrdə dünyadakı yaxşı kitabları hər gün ala bilən, gətirə bilən bir güclü bizim kitabxanalarımız olmalıdır ki, biz gedib ondan istifadə edəcəyik. Bax, mən belə deyirəm, bir dənə cümlə yazmışam. Bura, bəy. Cəhalətin nə qədər qorxunç bir xəstəlik, cahillərin nə qədər qorxulu adam olduqlarını anlamadan alimin, müəllimin, məktəbin, universitetin dəyəri bilinməz. Nə gözəl. Bu cümləni bir də təkrar edirəm. Cəhalətin nə qədər qorxunç bir xəstəlik, cəhalət bizi məhv eləyir. 2. Cəhalətin nə qədər qorxunç bir xəstəlik olduğu bilinmədən, cahillərin cəmiyyət üçün, hamımız üçün, ailəmiz üçün və dövlətimiz üçün nə qədər təhlükəli adamlar olduğunu, baxın, cahillər düşmənlərin müttəfiqləridir. İçimizdəki müttəfiqləridir. Şuurlu eləmir, cahil olduğuna görə ona yardım edir. Cahillərin nə qədər təhlükəli adam olduğu bilinmədən alimin, müəllimin, universitetin dəyəri bilinməz. Biz sürəkli olaraq, mətbuat olaraq, insan olaraq insanlara cəhalətin və cahillərin nə qədər qorxulu bir güc olduğunu söyləməliyik. Oxumaq, elm öyrənmək bir diriliş hərəkətidir. Oyanış hərəkətidir. Və nəhayət bəy, oxumağa, elmə təşviq eləməliyik insanları. Gözəl alimlərə dəyər verməliyik. Baxın, Nobel mükafatını təsis edənlərin hədəfinin biri budur. Elm təşviqi sevir, alim təşviqi sevir. Hər sahə belədir, rüfət onun əməyinə dəyər verilsə, özünü daha çox o işə həsr eləyir. Və bunu mən belə deyirəm, gözəl Azərbaycan xalqına, nəyə dəyər versəniz o artacaq bəy. Yəni ailədə, universitetdə, cəmiyyətdə, elmə, təhsilə, hətta mən belə deyirəm, Allahın verdiyi dəyəri versək, Azərbaycan dünyanın gözdə ölkələrindən biri olacaq. Azərbaycanın buna həm tarixi imkanı var, həm milli imkanı var, həm mədəni imkanı var, həm iqtisadi imkanı var, həm də coğrafiyası elə bir bölgədədir ki, bu coğrafiya, məsələn, Azərbaycanda niyə bu qədər böyük adamlar ortaya çıxır? Çünki Azərbaycan, bax, diqqət edin, əlaqələrin güclü olduğu bölgədir. Məhəmməd Əmin Rəsulzadənin parlaq bir sözü var. Deyir ki, Azərbaycan əbədi mücadilə məkanıdır. Bu mücadilə sadəcə hərbi, savaşdan söhbət eləmir. Deyir ki, Azərbaycan əbədi fikri mücadilə məkanıdır. Fikrin toqquşduğu məkandır, doğru. O fikrin toqquşduğu məkanda da biz o fikrin toqquşmasını fürsətə və imkana çevirib, enerjiyə çevirib, inkişafın yolunu açmalıyıq. Onu söyləyirəm, bəy. Çox təşəkkür edirəm Siracəddin müəllim. İndi izləyicidə bu sual yarana bilər ki, çox gözəl fikirlərdir. Amma bunu toplum mu etməlidir, yoxsa bundan ötürü siyasi iradə mi önəmlidir? Bu dövlətin üzərinə mi düşür, yoxsa millətin üzərinə düşür? Sonda bu sualda bir cavablar. Rüfət bəy üzərinə düşən eləyir. Studiyanı açıb, qıt imkanlarla, bu dar imkanlarla, hər öz keyfində olduğu bir dövrdə millətə deyir ki, təhsil elm olmasa inkişaf edəcəksin. Yəni, mətbuat öz işini görməlidir. Hər kəsin öz çapında görəcəyi iş var. Aydındır. Mən bir ziyalıyam, akademiyada çalışıram. Mənim gücüm buna çatır. Çalışıram, oxuyuram, millətə deyirəm ki, ey millət, bu yol, inkişaf yolu budur. Mənim fikirlərimin hamısı doğrudur iddiasında da deyiləm. Amma mənim gördüyüm anlayış budur. Mən millətimə bu xidmət sayıram bunu. Qəzet də bunu eləməlidir, jurnal da, elə işlər də var ki, bəy, fikir ver, bu dövlət səviyyəsində olmalıdır. Bəli. Bayaq dedim, dövlət konstitusiyasının, proqramının 1-ci maddəsi bunu eləməlidir. Azərbaycanı bir elm yurduna çevirəcəm. Azərbaycanın elmin, texnologiyanın olduğu məkana çevirir. Ən gözəl universitet niyə bizdə olmasın? Ən yaxşı kitabxana niyə bizdə olmasın? Ən böyük alimlər niyə bizdə olmasın? Ən yaxşı maaşı niyə mənim alimim, müəllimim, həkim almasın? Bunu da dövlət edilməlidir. Parlamentin də etdiyi iş var, kitabxananın da etdiyi iş var. Yəni, birisi necədir? Milli mücadilə bir yönlü olmur. Milli mücadilə kompleksdir. Hər fərddən də, ailədən də asılı şeylər var. Dövlətdən, millətdən, ölkənin siyasi, hərbi gücündən də asılı olan şeylər var. Dövlət büdcəsindən ən çox pulu təhsilə və elmə ayıracaq. Bunu nə rüfət eləyə bilər, nə də mən eləyə bilərəm. Doğrudurmu? Doğru. Çox təşəkkür edirəm. Mən burada vergül qoyuram. Yəni, bu söhbət elə qaldığı yerdən davam eləyər. Çünki bu bir verilişə, bir saata sığan söhbət deyil. Və sizdən çox xahiş edirəm ki, elə bu aydınlandırıcı, cəmiyyətin, belə deyək, maariflənməsinə xidmət edən söhbətimizi
növbəti həftələrdə də davam edək. Dəyərli izləyicilər, hörmətli hocamız, hörmətli müəllimimiz. Sonda mən üzr istəyirəm bir dəqiqə Rüfət bəy. Bu gözəl şəraiti yaratdığınıza görə. Bax, biz həm də elmin, təhsilin və insanlığımızın biraz haqqını vermiş olduq. Bu şəraiti yaratdığına görə elmi, sənəti, ədəbiyyatı, təhsili və Azərbaycanın bütün millətimizin gələcəyini düşündürən bir proqram hazırladığınıza görə sizə ürəkdən təşəkkür edirəm. Allah işinizə, gücünüzə bərəkət versin. Çox təşəkkürlər Siracəddin müəllim. Dəyərli izləyicilərimiz, hörmətli Siracəddin müəllimlə bugünkü söhbətimiz burada sona çatır. Növbəti görüşdə elə qaldığımız yerdən davam edəcəyik. Sağ olun, sağlıqla qalın.